نواقض الإسلام لإمام الدعوة الشيخ محمد بن عبد الوهاب بن سليمان التميمي رحمه الله تعالى، تحقيق فضيلة الشيخ الدكتور عبد المحسن بن محمد القاسم حفظه الله تعالى. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على نبينا محمد وعلى آله وأصحابه أجمعين. أما بعد. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Dəvət imamı Şeyx Muhammed İbn Abdülvahhab İbn Süleyman Ət-Təmiminin, Allah ona rəhm etsin, İslamı pozan amillər adlı kitabı. Fəzilətli Şeyx Abdülmuhsin İbn Muhammed El-Qasimin təhqiqi ilə öncə ərəb dilində, sonra isə Azərbaycan dilində tərcüməsi səslənəcək. Bismillahirrahmanirrahim. اعلم أن من أعظم نواقض الإسلام 10. Mərhəmətli və rəhimli Allahın adı ilə. Bil ki, İslamı pozan ən əzəmətli amillər 10-dur. الأول الشرك في عبادة الله تعالى، والدليل قوله تعالى: إن الله لا يغفر أن يشرك به ويغفر ما دون ذلك لمن يشاء ومنه الذبح لغير الله كمن يذبح للجن أو للقبر. Birincisi, uca Allaha ibadətdə şərik qoşmaq. Uca Allah buyurur, Allah ona şərik qoşanı əsla bağışlamaz. Amma ondan aşağısını istədiyinə bağışlayar. Allahdan başqası üçün qurban kəsmək şirkdir. Necə ki bir kəs cin üçün yaxud qəbir üçün qurban kəsir. الثاني من جعل بينه وبين الله وسائطا يدعوهم ويسألهم الشفاعة ويتوكل عليهم كفر إجماعا. İkinci, kim Allahla özü arasında vasitəçilər tutaraq onlara dua edərsə, onlardan şəfaət diləyərsə və onlara təvəkkül edərsə, alimlərin yektir rəyi ilə küfr etmiş olar. الثالث من لم يكفر المشركين أو شك في كفرهم أو صحح مذهبهم كفر إجماعا. Üçüncü, kim müşrikləri kafir görməzsə, yaxud onların küfründə şəkk edərsə, yaxud onların yolunun doğru olduğunu etiqad edərsə, icma ilə küfr etmiş olar. الرابع من اعتقد أن غير هدي النبي صلى الله عليه وسلم أكمل من هديه أو أن حكم غيره أحسن من حكمه كالذين يفضلون حكم الطواغيت على حكمه فهو كافر. Dördüncü, kim etiqad edərsə ki, Peyğəmbərdən, ona Allahın salavatı və salamı olsun, başqasının yolu Peyğəmbərin yolundan daha doğrudur, yaxud etiqad edərsə ki, başqasının hökmü onun hökmündən daha yaxşıdır, artıq kafir olmuşdur. Buna misal, tağutların hökmlərini onun hökmündən üstün tutanları göstərmək olar. الخامس من أبغض شيئا مما جاء به الرسول صلى الله عليه وسلم ولو عمل به كفر إجماعا، والدليل قوله تعالى: ذلك بأنهم كرهوا ما أنزل الله فأحبط أعمالهم. Beşinci, kim Peyğəmbərin, ona Allahın salavatı və salamı olsun, gətirdiyi hər hansı bir şeyə nifrət edərsə, hətta ona əməl etsə belə, küfr etmiş olar. Dəlil uca Allahın bu kəlamıdır. Bu ona görədir ki, onlar Allahın nazil etdiyinə nifrət etdilər. O da onların əməllərini puça çıxartdı. السادس من استهزأ بشيء من دين الله أو ثوابه أو عقابه كفر، والدليل قوله تعالى: قل أبالله وآياته ورسوله كنتم تستهزئون لا تعتذروا قد كفرتم بعد إيمانكم. Altıncı, kim Allahın dinindən hər hansı bir şeyi, savabı və ya cəzanı lağa qoyarsa, kafir olar. Uca Allah buyurur, de, siz Allaha, onun ayələrinə, onun Peyğəmbərinə mi istehza edirdiniz? Üzr gətirməyin, artıq iman gətirdikdən sonra kafir oldunuz. السابع السحر ومنه الصرف والعطف فمن فعله أو رضي به كفر، والدليل قوله تعالى: وما يعلمان من أحد حتى يقولا إنما نحن فتنة فلا تكفر. 7. Sihir.
Bunun növlərindən biri də iki nəfəri bir-birindən uzaqlaşdırmaq yaxud birləşdirmək üçün olandır. Kim sehr edərsə, yaxud ona razı qalarsa, küfr etmiş olar. dəlil uca Allahın bu kəlamıdır. Biz ancaq bir sınağıq, sən gəl kafir olma deməmiş, onu heç kəsə öyrətmirdilər. الثامن مظاهرة المشركين ومعاونتهم على المسلمين والدليل قوله تعالى ومن يتولهم منكم فإنه منهم إن الله لا يهدي القوم الظالمين 8. Müsəlmanlara qarşı kafirlərə yardım etmək. Dəlil uca Allahın bu kəlamıdır. Sizdən kim onları özünə dost tutsa, o da onlardandır. Həqiqətən Allah zalimları doğru yola yönətməz. التاسع من اعتقد أن بعض الناس لا يجب عليه اتباع النبي صلى الله عليه وسلم وأنه يسعه الخروج عن شريعته صلى الله عليه وسلم كما وسع الخضر الخروج عن شريعة موسى عليه السلام فهو كافر 9. Kim etiqad edərsə ki, Xıdır Musanın şəriətinə tabi olmadığı kimi, bəzi insanlara da vacib deyil ki, Peyğəmbərin, ona Allahın salavatı və salamı olsun, şəriətinə tabi olsunlar, o artıq kafir olmuşdur. العاشر الإعراض عن دين الله لا يتعلمه ولا يعمل به والدليل قوله تعالى ومن أظلم ممن ذكر بآيات ربه ثم أعرض عنها إنا من المجرمين منتقمون 10. Allahın dinindən üz döndərmək, onu öyrənməmək və əməl etməmək. Buna dəlil uca Allahın bu kəlamıdır. Rəbbinin ayələri yadına salındıqdan sonra onlardan üz döndərən kəsdən daha zalim kim ola bilər? Şübhəsiz ki, biz günahkarlardan intiqam alacağıq. ولا فرق في جميع هذه النواقض بين الهازل والجاد والخائف إلا المكره. Yalnız ikrah altında olan istisna olmaqla, bu etiqadları zarafatla, ciddiyyətlə, yaxud qorxaraq edənlər arasında fərq yoxdur. وكلها من أعظم ما يكون خطرا ومن أكثر ما يكون وقوعا فينبغي للمسلم أن يحذرها ويخاف منها على نفسه. Bunların hamısı ən təhlükəli və ən çox baş verən hallardır. Müsəlman bunlardan çəkinməli və özünü bunlara düşməkdən qorumalıdır. نعوذ بالله من موجبات غضبه وأليم عقابه وصلى الله على نبينا محمد وعلى آله وصحبه وسلم. Allahın qəzəbinə və şiddətli əzabına səbəb olan hər bir şeydən Allaha sığınırıq. Allahın salavatı və salamı Muhammedin, onun ailəsinin və sahabələrinin üzərinə olsun. تم بحمد الله